Yoldaşım məndən gül istədi, mən də ona gül bağçası hədiyyə elədim. Gül yığımı rayonumuzda qısa müddətli də olsa əməkçilər üçün gəlir gətirən sahələrdən biridir. Biz səhər 9-da zorla duranda bu insanlar səhər 5-də durub bura gəlir ki, evinə 3-5 manat pul aparsın. Biz də həmin anları görməyə, həm də çəkib sizə göstərməyə gəlmişik. Yəni yoxsa gül oğurlamaq kimi niyyətimiz yoxdur. Buradakı biblər əminəm ki, kolxozda işləyiblər. Yadıma gəlir əvvəllər keçmişin görüntüləri var idi. İndi kolxoz dövrü olsaydı və o görüntülər yenidən çəkilsəydi belə görünərdi. Partiyanın 22-ci qurultayı adına kolxoz Zaqatala rayonunun qabaqcıl kənd təsərrüfatı arterlərindən biridir. Kolxozun əməkçiləri indiyə kimi illik tapşırığı 120%-dən artıq yerinə yetiriblər. İllər keçsə də buranın gözəlliyindən heç nə azalmayıb. Məni takib edənlər qədər olmasa da çox mükəmməl görünür. Tək fərqi odur ki, bura sadəcə bir ay gözəl olur. Amma bu gözəlliyin arxasında elə bir zəhmət dayanır ki, təsəvvür eləyin 1 ton güldən təxmini 1-2 litr gül yağı çıxır. Və bu yağdan qidadan ətirə qədər demək olar ki, hər şeydə istifadə edirlər. Ətir demişkən Liora parfümdən mənə hədiyyə gələn ətirlərin qoxusu ən az bu güllər qədər gözəldir. Səhifələrini aşağıda qeyd edəcəm, baxa bilərsiniz. Sonda bizi bura gətirən Asəfə təşəkkür eləyib sizlə sağollaşıram. Bir də Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bu videonu göndərdiyiniz şəxs sizə gül almalıdır. Daha çox video üçün bas takibə getsin.